Möcüzəvi ananas suyunun detoksu. Dəhşət çox faydaları var. İnanın ki, bunu hər biriniz edin, paylaşın və hər kəs görsün. Xalq təbabətində və təbii müalicə üsullarında bir çox faydalar var. Bizə lazımdır 1 ədəd ananas. Əslində bizə ananasın qabıqları lazımdır, çünki əsas o cövhər ananasın qabıqlarındadır. Amma mən suyun dadı daha ləzzətli olsun deyə ananasın özünü də qaynadacağam. 1 ədəd ananası 4 yerə bölürsüz və hər birini gündə qaynadırsınız. 4-dən 1 hissəsini 2 litr su ilə qaynadın və gün ərzində bunu için. Faydaları ilə özünüz də maraqlanın, faydalarını say bitməz. Piylərinizi parçalayır və sizi çox rahat arıqlamağa kömək eləyir. Toksinlərdən azad edir, metabolizmanı sürətləndirir, immuniteti gücləndirir. Qaraciyərin 1 nömrəli dərmanıdır, iltihab əleyhinə ən gözəl bir üsuldur. Ananas bromelain fermenti ilə zəngindir. Bu isə iltihabı azaldır və oynaqlardakı ağrılara çox yaxşı təsir edir. Bromelain həm də zülaların parçalanmasına kömək eləyir. Bu da o deməkdir ki, həzmi yaxşılaşdırır. Bu suyun içilməsi mədə və bağırsağınızın da 1 nömrəli dərmanıdır. Dəriniz içdikcə parlaq və gözəl olacaq. Amma diqqət edin, həddindən artıq içilməsi qarnınızda narahatçılığa səbəb ola bilər. Açıqlamada həm faydalarını, həm də əks təsirlərini yazacağam. Mütləq oxuyub sonra qəbul edin.